Yaxşı, deməli sizə keçəcək indi parallelogram. Var, deməli, diqqətlə qulaq asın. Xırdalıqlarına qədər deyəcəm. Testləri yazacağıq, sonra 11-lərdən verəcəm testləri. Bu günlər ancaq qayda izah edəcəm sizə. Diqqətiniz məndə olsun. Deməli, uşaqlar, paralleloqramın tərifində deyir ki, qarşı tərəfləri, qarşı tərəfləri şərti ödəyən fiqurlara biz paralleloqram deyəcəyik. Yoxsa bunu ödəmirsə paralleloqram deməyəcəyik. Cüt-cüt paralel və bərabər olan dördbucaqlıya paralleloqram deyəcəyik. Paralleloqram sayılır. Belə yazıram qısaca, özünüz biləcəksiniz. İndi baxıram mən suallara. Məsələn, burada görək paralleloqram nə deməkdir? Məsələn, burada fiqurlar çəkirəm. Görək buralardan hansılar paralleloqramdır. İndi baxın bu fiqurlara. Bu fiqurların içərisində yuxarıda verilən şərti hansı fiqur ödəyirsə, biz ona paralleloqram adını verə bilərik. Şərti ödəməyən fiqurlara isə paralleloqram adını verə bilmərik. İndi məsələn, birinci şəkildə baxıram, qarşı tərəfləri cüt-cüt, bunlar bir-birinə paraleldirlər, həm də bərabərdirlər. Digər tərəfə baxıram, bura ilə də bura bir-birinə həm paraleldirlər, həm də bərabərdirlər. Deməli, biz buna paralleloqram deyə bilərik. Buna plus qoyuram. Bunu götürə bilərik. İkinci şəkildə, baxıram bura, bir-birinə bərabərdirlərmi? Bəli. Paraleldirlərmi? Bəli. Yenə bir-birinə bərabərdirlərmi? Bəli. Paraleldirlərmi? Bəli. Deməli, paralleloqram adını vermək olar buna da. Sonra bu fiqurda bu hissə ilə Vermək. bizə Deyirəm, ona da vermək da mən. bəli. Bu ilə bu paralleloqram deməli paraleldirlər, həm də bərabərdirlər. Eyni şəkildə bura ilə bura həm paraleldirlər, həm də bərabərdirlər. Deməli buna da paralleloqram adı verə bilərik. Bu şərtə baxaq şəkilə. Burada qarşı-qarşıya bir-birinə bərabərdirlər, həm də paraleldirlər. Eyni şəkildə bunlar bir-birinə həm bərabərdirlər, həm də paraleldirlər. Deməli buna da paralleloqram adı vermək olar. Baxıram indi bu şəkilə. Baxıram bu göy xəttimiz qısadır, bu uzundur. Paralel ola bilərlər, amma bərabərlik şərti burada yoxdur. Ona görə biz buna paralleloqram deyə bilmərik. Və burada baxıram yenə. Eyni şəkildə lap olsun bura ilə bura. Qarşı-qarşıya nə paralellikləri yoxdur, nə bərabərlikləri yoxdur. Deməli biz buna paralleloqram sözünü işlədə bilmərik. Deməli paralleloqram sözü kimə işlənə bilər? Qarşı-qarşıya həm paralel, həm də bərabər olan fiqurlara paralleloqram adını vermək olar. Normalda biz indi fiqurları getdikcə genişləndiricə adlarını, məsələn bunun bütün bucaqları 90-dır, bu məlum məsələ. Buna paralleloqram adı yox, düz bucaqlı adını verəcəyik. Sonra məsələn bunun qarşı-qarşıya 4 tərəfi bir-birinə bərabərdir, buna romb adı verəcəyik. Yenə bunun hamısı 4 tərəfi bir-birinə bərabərdir, düzgün dördbucaqlı və yaxud da kvadrat adını verəcəyik. Amma burada üçüncü fiqur var, bu paralleloqram sayılacaq. Əksərən paralleloqramı biz üçüncü fiqurdan istifadə edərək tapacağıq. Bu isə məncə hamıya aydın olmuş olar. Hansı fiqura paralleloqram deyə bilərik, onu bildik. İndi, məsələn, təklif xarakterli suallar olur. Yəni, hansı doğru, hansı yanlış deyil. Deyir, məsəl üçün, kvadrat paralleloqramdır. Mən buna paralleloqram deyə bildimsə, deməli, bu paralleloqramdır, adını daşıyır. Yaxşı, deyirəm, paralleloqram kvadratdır. Bu paralleloqramdır. Mən buna kvadrat deyə bilmərəm axı. Paralleloqramın kvadrat olması üçün özünü kvadrat kimi aparmalıdır. Yəni, bucaqların hamısı 90, tərəflərin hamısı bərabər olmalıdır. Belə bir şey də mümkün deyil. Ona görə biz burada kvadrata paralleloqram adını verə bilərik, amma paralleloqrama kvadrat adını verə bilmərik. Qısaca belə də saxlayın ki, paralleloqram öz adını kiməsə verə bilər, amma kimdənsə ad götürə bilməz. Aydındır? Paralleloqram öz adını həm romba verə bilər, həm düzbucaqlıya verə bilər, həm kvadrata verə bilər.
Amma kvadrat götürüb öz adını başqa fiqura verə bilməz. Romb götürüb öz adını başqa fiqura verə bilməz. Düzbucaqlı öz adını götürüb başqa fiqura verə bilməz. Bildinizmi? Deməli, paralelogram yekdir, təkdir. Belə yadda saxlayırsınız ki, öz adını bu ödəyən şərtlər var ha. Paralel və bərabər şərtlərini ödəyən hər fiqura verə bilər. Yerdə qalan heç birinə verə bilməz. Məncə burayı da yetərincə qədər aydın olmuş olar sizə. Bu getdi. İndi gəldik paralelogram haqqında ətraflı danışmağa. Paralelogram nə olduğunu məncə bildik. Buradan indi yazıram ki, birinci perimetri. Uşaqlar, paralelogramın şəkli artıq biz bu şəkildə çəkəcəyik. Yəni, buna öyrəşin. Hər şəkildə demək olar ki, paralelogram bu olacaq. Qarşı tərəflərinə bir-birinə bərabərdirlər A və A. Eyni şəkildə B və B bir-birinə bərabərdirlər. Bunun perimetrini tapanda A ilə A-nı toplayıram, B ilə B-ni toplayıram. Yəni, qısacası 4 dənə tərəfin hamısını toplamaq lazımdır. Olacaq onda 2A, üzərinə gəlinsin 2B. Lap 2-ni mötərizə xaricinə çıxardıb, burada A üzərinə gəlinsin B də yazmaq olar. Bu olacaq paralelogramın perimetri. İndi baxıram nəyə? Paralelogramın bucaqları haqqında danışaq. Buraya yazıram. Bucaqları. Hamısını bir başlıq şəklində yazımsa rahat olsun. Deməli, bu paralelogramın bucaqlarından danışanda əvvəlcə bunu adlandırıram. A, B, C, D şəklində. Bucaqlar danışanda burada A bucağı ilə C bucağı qarşı bucaqlardır və bir-birinə bərabərdirlər. Onda mən buraya yazıram bucaq A bərabər bucaq C-yə. Eyni şəkildə buradakı B bucağı ilə də D bucağı qarşı-qarşıya yerləşir və bir-birlərinə bərabərdirlər. Yəni bunlar kör bucaqlardır. Onda yazıram bucaq B bərabərdir bucaq D-yə. Və əlavə olaraq buradan yaza bilərik ki, bir tərəfə bitişik bucaqların cəmi 180-dir. Bu sözün mənası nədir? Bir dənə tərəf götürdüm. Bu sarı tərəf. Buna bitişik olan bucaqlarımız, bax, bu sarıya bitişik bucaq bir buradır, bir də buradır. Bu bitişik bucaqlar sayılır. Bir tərəfə bitişik bucaqlar. Biri iti bucaq, biri kör bucaq. Bunlar xəttlərdə bərabər daxili bir tərəfli bucaqlar sayılır da. Bunların cəmi 180-ə bərabərdir. Onda yaza bilərəm mən buradan bucaq A üzərinə gəlinsin. Bucaq B bərabərdir 180 dərəcəyə. Eyni şəkildə biz bu cümləni B ilə C-yə və yaxud da C ilə D-yə və yaxud da A ilə D-yə də istifadə eləyə bilərik ki, bir tərəfinə bitişik bucaqların cəmi 180 dərəcəyə bərabər olmalıdırlar. Bu getdi. İndi yazıram mən buradan bucağın tən böləni. Bucağın tən böləni. Gəlin bu bucağın qarşısına bir dənə iti bucağın sözünü yazdım. Çünki həm iti bucağın, həm kör bucağın tən bölənindən danışacağıq. İndi mən birinci növbədə sizə paralelogramın şəklini çəkirəm və iti bucağın tən böləni göstərirəm. Görək bu tən bölən burada nə işə yarayacaq, nə vəzifəsi yerinə yetirəcək. Yazıram bura A, B, C və D. İndi iti bucağın tən böləni deyəndə, burada iti bucağı götürürəm. A bucağı iti bucaqdır. Tən bölən deyəndə bu A-nı gətirirəm, buradan bölürəm. Təbii ki, iti bucaq gəlib bura düşəcək. Yəni tən bölən olaraq buranı götürəcək. Olsun A, K. İndi tən bölən bucağı yarıya bölürdü. Yəni, bura alfa yazıramsa, bura da alfa yazmalıyam. Bu paraleldir aşağı ilə yuxarı. Deməli, bura alfadırsa, çarpaz bucaq olduğuna görə burada mən alfa yaza bilərəm. İndi burada alınan üç bucağa baxıram, görürəm ki, bu tərəflə bu tərəf bərabər olacaq. Çünki bucaqları alfa alfadır. Məsələn, tərəflə adlandırsam, bura A yazıramsa, burada A yazmalıyam. Burada B yazıramsa, aşağı artıq A üzərinə gəlinsin B şəklində yazılacaq. Yenə qarşı-qarşıya A yazmaq olar. İndi nəyi nəzərdə yetirirsiniz? Məsələn, buna aid bir sual necə verə bilərik? Deyir ki, paralelogramın tərəfləri, sözləri burada özüm şifahi deyəcəm, üzərini izah edəcəm. Paralelogramın tərəfləri məsəl üçün deyir ki, 6 ilə 13-dür. Deyir, paralelogramın iti bucağının bu böyük tərəf üzərində ayırdığı parçaların uzunluqlarını tapın. Bu çəkdim xətti, məlum məsələ. Bunlar bir-birinə bərabər olmalı. Bura 6 yazmışamsa, onda burada avtomatik 6 yazmalıyım. 13-ün 6-sı getdi bura, avtomatik bura qaldı 7-si. Deməli, ayırdığı hissələrin uzunluğu 6 və 7 olacaq. Aydın oldu? Bəli. Bu getdi. İti bucağın tən böləni. İndi yazıram mən paralelogramın kör bucağının tən böləni. İkinci yazaq. Kör bucağının tən böləni. Bu da eyni qayda ilə olacaq. Kör bucağın tən böləni. Məsələn, yenə paralelogramın şəklini çəkirəm. İndi buradan kör bucağı götürün. Və məsələn, bunu adlandırsam A,
B, C, D. Kör bucaq ya B'dir ya D'dir. İkisindən birini götürə bilərik. Onun tənböləni çəkəcəyik. Məsələn, D bucağın tənböləni çəkirəm. Təbii ki, tənbölən buradan qalxacaq, bu tərəfin üzərində götürəcək nöqtəni. Məsələn, olsun bura DK nöqtəsi. DK tənböləndir. Tənbölən nə edirdi? Bucağı yarıya bölürdü. Buradakı bucaq beta, beta şəklində bölündü. Eyni şəkildə buradakı bucaq çarpaz bucaqlar olduğuna görə mən burada beta yaza bilərəm. Burada bir şeyi dərk elədik ki, artıq buradakı bu tərəflə bu tərəf bir-birinə bərabərdir. Niyə? Çünki bunların bucaqları bərabərdir. Onda mən bunları adlandırma etsəm, bura A yazıramsa, avtomatik burada A yazmalıyam. Yenə bura B qalacaq, yenə bura qalacaq, aşağı olacaq. A üzərinə gəlinsin B. Eyni mahiyyətli şeylərdir bunların hər ikisi. Sadəcə bir dəfə iti bucaqdan çəkəndə həmin tənböləni bir dəfə kör bucaqdan çəkir. İndi iti və kör bucağı bir yerdən çəkirəm. Buna lap diqqətli olun. İti və kör bucağın tənbölənləri. Bucağın tənbölənləri. Bunlar gedirlər qarşı tərəf üzərində kəsişirlər. Və kəsişəndə nə baş verir ona diqqətlə baxaq. Deməli bir dənə çəkirəm mən paralelogramı. İndi həm iti bucağın tənböllərini çəkəcəm, həm də kör bucağın tənböllərini çəkəcəm. Birinci iti bucağın tənböllərini çəkəyin. Bu mavi xətlə çəkirəm, buradan bura. İndi bunu eləyəcək? Burada bucağı yarı bölür də. Alfa bura, alfa bura. Eyni şəkildə çarpaz bucaq olduğuna görə mən burada alfa yazmalıyam. Bu məlum məsələ. Gəlirəm indi kör bucağın tənböllərini çəkməyə. Buradan kör bucağın tənböllərini çəkəndə gedəcək ora. Yenə bura yazıram artıq mən beta ilə betanı. Onda çarpaz bucaq olduğuna görə bu hissəyə də beta yazacağam. İndi fikir verin, diqqətli olun bura. Mənə lazım olacaq hissə, bax bu arada qalan bucaq var ha. Bax bu 90 olacaq. Burada bir düz bucaqlı üst bucaq yaranacaq. Adlandırsaq buranı A, B, C, D, Y. Bax, A, C, Y düz bucaqlı üst bucaq olacaq. İndi nə edəcəyik burada? Deməli, burada bir dənə bir şey göstərim sizə. Bura niyə 90 oldu? Birinci onun mahiyyətini izah edeyim sizə. Biz bayaqlar dedik ki, buradakı bucaqların cəmi 180 olmalıdır. 2 alfa ilə 2 betanın. Yəni bir tərəfinə bitişik bucaqlardır. Onda yazıram 2 alfa üzərinə gəl 2 beta bərabərdir 180 dərəcəyə. Hər tərəfi 2-yə bölsəm, qalacaq burada alfa üzərinə gəl beta bərabər 90 dərəcəyə. İndi fikir verin. Buradakı bu qırmızı işarələdiyim yerlə bu qırmızı işarələdiyim yer nə olacaq? 90 olduğuna görə cəmi əlimdə bir dənə 90 qalır. Deməli, bu təpə bucağına 90 dərəcə düşəcək. Onda başa düşdük ki, burada nələr yaranacaq? Bir dənə diqqətlə də qulaq asın bura. Deməli, bura A yazıramsa, avtomatik burada A yazmalıyam. Çünki bunlar bərabər yanlıdırlar. Qarşı-qarşıya. Bura A-dırsa, onda burada A olacaq. Düzdürmü? Yenə bunlar bir-birinə nədirlər? CD ilə D-yi bərabər idilər də. Çünki beta betadırsa, bura A-dırsa, burada A olmalıdır. Avtomatik BD 2A-ya bərabərdirsə, mən bu aşağıya da 2A yazmalıyam. Buradan bir şeyi başa düşürük ki, gözləyin bir dəqiqə, ben ikini düzəldim. Perimetr nəyə bərabərdir? Hamısının cəminə. Yazıram onda P bərabərdir. Görün nə qədər A var burada. İkisi burada, ikisi yuxarıda, 4 ikisinin yanlarda. Olacaq perimetr 8, 6A. 6A. 6 ya. Deməli onda belə başa düşürsünüz ki, yadda saxlayırsınız ki, iti və kör bucağın tənbölənləri qarşı tərəfin üzərində kəsişəndə perimetr 6A-ya bərabərdir. Başa düşdünüz? Buna aid suallar var. Məsələn, deyir ki, paralelogramın iti və kör bucaqların tənbölənləri çəkilmişdir. Paralelogramın deyir, perimetri məsəl üçün 60 olarsa, onun yan tərəfini tapın. Yazım 6A bərabər 60-a, A bərabərdir 10-a. Misal bitdi, getdi. Yəni, əsas mahiyyət bu A-ların oradan çıxarılışıdır. Bunun da çıxarılışı mən sizə göstərdim, hardan gəldi. Başa düşdünüz bu hissələri? Bəli. Hə. Bəli, müəllim. İndi gəlin yazağım burada oxşarlıq. Yaxşı. Deməli, görün başqa nəsə qalmadı ki. Diaqonallardan danışım, sonra oxşarlığa keçərik. Yazarıq diaqonallar. Diaqonal. Diaqonal deyəndə nə başa düşəcəyik? Burada sizə 2 dənə şərt deyəcəm. Yəni, diaqonal, adi diaqonal var. Bir də orada sözlərdən istifadə eləyəndə artıq bu paraleloqram özündən çıxacaq. Yəni, gedib başqa fiqur kimi aparacaq özünü. O da sözlər deyəcəm mən sizə. Deməli, bir dənə paraleloqramı çəkirəm. Diaqonallar kəsişir və kəsişmə nöqtəsində yarıya bölünür. Bax, bu bir diaqonaldır. Bu mavi rəng olan. Bir dənəsində yaşılla ya da qırmızı ilə göstərim. Bu da ikinci diaqonaldır.
Gəldi bu diaqonallar neynədi? Mən şəkli yaxınlaşdırım, rahat yazım üstündə. Yarıya Mən bölün. bunlar kəsişdilər bu orta nöqtədə. Məsələn, bu qaraladığım yerdə kəsişdilər O nöqtəsində. Bunu adlandıraq A, B, C, D nöqtəsi. Baxırsınızmı? Bu A-dan O-ya qədər olan bu hissə O-dan C-yə qədər olan bu hissəyə bərabərdir. Eyni şəkildə digər tərəfə baxsam, B-dən O-ya qədər olan bu hissə ilə O-dan D-yə qədər olan bu hissə bir-birinə bərabər olmalıdırlar. Artıq bu nədir? Diaqonalın xassəsidir. Biz bunun üzərinə hərflə də lap istəsəz yaza bilərəm ki, bura x yazıram, burada x yazıram. Eyni şəkildə bura y yazsam, burada y olacaq. Və yenə bunları yan tərəfləri A, A, oturacaqlarına da B ilə B yazmaq olar. Buna aid məsələn sual var. Deyir ki, paralelogramın diaqonalları kəsişiblər. Hər ikisini çəkmişəm. Deyir, qonşu üçbucaqların perimetrlərinin fərqi. Bax, qonşu üçbucaqlar burada hansılardır? Məsələn, bu sarılar, qırmızı yerlə bu qırmızı yer bir-birinə qonşudurlar. Bunları bir-birinə qonşu şəkildə götürə bilərsiniz. Ona aid misal indi deyərəm, yazarıq. Biraz tələsməyək. Diaqonaldan başqa danışacaqlarım var, onu deyim sizə. Bu diaqonal ilk anlayışı. Deməli, nə oldu diaqonallar haqqında? Kəsişirlər, kəsişir və kəsişmə nöqtəsində yarıya Yarıya. bölünürlər. Kəsişir və kəsişmə Nöqtəsində nöqtəsində yarı bölünür. Bu bölün. getdi. İndi gəlin eləyək. Bir tek uzaqlaşdırın bunu, aşağıdan yazıq. Deməli, uşaqlar, bunu bildik. İndi nə edəcəm mən? Diaqonalın bizdə 2 dənə şərti olacaq. 1. Deyəcək ki, diaqonal iti bucağın tən bölənidir. İti bucağın tən bölənidir. Daha bu söz gəlsə, bir də deyəcək ki, diaqonalları perpendikulyardır. Bir də bu söz gələ bilər. Bu 2 dənə söz gələcək sizə. Deməli, yazıram bura. Diaqonalları perpendikulyardır. Diaqonalları perpendikulyardır. Uşaqlar, yalnız və yalnız yadda saxlayırsınız ki, o zaman diaqonal tənbölən və yaxud da perpendikulyar olur ki, bu fiqurun 4 dənə tərəfi də bir-birinə bərabər olsun. Deməli, bu fiqur paralelogram yox, artıq xüsusiləşmiş bir fiqurdur. Yəni, bu romb adlanacaq. Aydındır? Çünki, baxın, niyəsini də izah edeyim sizə. Bir dənə məsələn paraleloqramı çəkdim. Çünki bizə paraleloqramdan söhbət gedir də. Deyir paraleloqramın iti bucağı onun tənbölənidir. İti bucağı, diaqonalı daha doğrusu onun tənbölənidir. Mən diaqonalı çəkdim. Bunun tənböləni deyəndə, yəni bura alfa, burada alfadır. Eyni şəkildə bura alfa, burada alfadır. Bunlar bərabər yanlıdır. A, A yazacağam. Eyni şəkildə bunlar da bərabər yanlı A, A yazdım. Artıq mən gördüm ki, bu fiqur paraleloqramlaşmadan çıxıbdır. Nə olub bu? Romb olub. Romb. Yəni, dörd tərəfi bir-birinə bərabərdir. Aydın oldu. Onda bunun perimetri Bəli. perimetri olacaq 4A. Tərəfi soruşsa, perimetrini 4 yerə böləcəksin. Bu şəkildə yanaşacaqsın suallara. Aydın oldu. İndi baxaq nəyə? Bu diaqonal da eyni şəkildə. Bura bir dənə diaqonal çəksəm, perpendikulyar ola bilər. Bax, bunu da çəkim lap. Burada 90 əmələ gətirib perpendikulyar deyilir də. Onda yenə eyni şəkildə bunlar burada kesişirlər, yarıya bölünürlər. Bunlar da burada kesişib yarıya bölünürlər. Burada bir dənə düzbucaqlı üçbucaq alınır. Yenə burada A, A, 4 tərəfə də A yaza bilərsən. Yenə bu tənbölən olduğuna görə, diaqonallar da bir nöqtə kəsdiyinə görə biz burada deyəcəyik ki, bu nədir? Perimetr 4A-ya bərabərdir. Tərəfi tapanda isə 4-ə bölmək lazımdır. İndi gəlin o yuxarıda diaqonalla bağlı bir məsələ deyim sizə. Məsələn, deyir ki, paraleloqramın perimetri olsun, tutalım ki, 24. Mənə deyir ki, qonşu üçbucaqların diaqonallar kəsişir. Sözləri qısa-qısa yazacağım ki, vaxtımız getməsin. Perimetri 24-dür. Sonra deyir ki, diaqonallar kəsişir. Diaqonallar kəsişir. Və qonşu üçbucaqların perimetrləri fərqi
Tutalım ki 8 olarsa tərəfləri tapın. Tərəfləri tapın. İndi diaqnalla bağlı sualdır bu. Nə edəcəyik? Əvvəlcə bir dənə paralelogramı çəkirik. Bu bizim paralelogramımız. Bunun diaqnalları kəsişir. Yaxşı, diaqnalları kəsişdirdik. Buna da diaqnal çəkdim. Bir dənə gözləyək. Bu bir diaqnal. Bu da ikinci diaqnal. Keçdilər. Mən qaydanı bilirəm axı. Bilirəm ki, bunun perimetri deyəndə əvvəlcə bunu adlandırsam, yanlara A, oturacaqlara B yazacağam. Eyni şəkildə diaqnal keçişirsə, bura X, bura X yazmalıyam. Bura Y, bura Y yazmalıyam. Birinci növbədə sualın şərtində perimetr 24-dür. Yəni 2A üzərindən gəl 2B bərabər olmalıdır 24-ə. Hamısını 2-yə bölürəm. 2-yə böləndə A üzərinə gəl B bərabər qalacaq 12-yə. İkinci addımda deyir qonşu üçbucaqların perimetrlərinin fərqi. Qonşu üçbucaq deyəndə mən götürürəm bu qırmızı üçbucağı, bir də onun qonşusunda yerləşən bu sarı üçbucağı. Bunların perimetrlərini bir-birindən çıxıram. Yəni bunun perimetri, birinci qırmızı üçbucağın perimetri olacaq A üzərinə gəl X üzərinə gəl Y çıxılsın. Sarının perimetri də B üzərinə gəl Y üzərinə gəlinsin X oldu. Bərabər nəyə deyir perimetrlərinin fərqi 8-ə. Mörtəzləri açsam, qalacaq burada A plus X plus Y minus B minus Y minus X bərabər 8-ə. Buradan baxıram ki, X-lər biri müsbət, biri mənfi getdilər. Y-lər biri müsbət, biri mənfi getdilər. Qaldı burada A çıxılsın B bərabərdir 8-ə. İndi bununla da bunu sistem təhlili şəklində yazıb həll eləmək lazımdır 3-cü addımda. Yazıram onda A üstə gəl B bərabər 12-yə. A çıxılsın B bərabər 8-ə. Tərəf-tərəfə bunları toplasam, A-lar toplanır, deyəcək 2A bərabərdir 20-yə. Çünki B-lər gedəcək, axı biri müsbət, biri mənfidir. A bərabər olacaq burada 10-a. A-nı tapdım. Gətir burada yerinə yaz. 10 üzərinə gəl B bərabərdir 12-yə. B də bərabər oldu 2-yə. Bunu da tapdıq. Deməli onda tərəflərin biri 10 imiş, biri də 2 imiş. Misal bitdi. Aydın oldu. Bizdən tərəfləri soruşurdu. Başa düşdünüzmü? Bəli. Bir də var paralelogramın Bəli. xarici oblastında romblar qurulur. İndi belə bir sual yazaq. Paralelogramın xarici oblastında romblar qurularsa. Onda necə olacaq? Birinci növbədə mən paralelogramı çəkirəm. Bu paralelogram. Adlandırsaq bunun tərəflərinə x, x deyirəm. Burada y, y deyirəm. Bunun xarici oblast deyəndə bunun çölünə çıxmalıyam. Mən qıraqlarında romblar qururam. Hər tərəfdən romb uzadaq. Məsələn, buradan belə uzadıram. Bu şəkildə. Bu romb oldu. Rombun da məlum məsələ nədir? Bütün tərəflərin hamısı bir-birinə bərabərdir. Həmin x-ləri bunların hər tərəfinə yaza bilərəm. Eyni şəkildə buranı uzatsaq, burada bir romb qura bilərik. Yine bunun bütün tərəflərinə biz x deyəcəyik. İndi aşağı tərəfi romb şəklində uzadıram. Bir də yuxarı tərəfi. Məsələn, oldu belə. Bunun bütün tərəfləri y olacaq. Şəklin biraz xətkeş yoxdur, əyri düşür. Eybi yox, mahiyyətini dərk eləyin. Deməli, bunun bütün tərəflərin hamısı y olacaq. Bura kimi hər şey aydındır. Xarici oblastında fiqurları qurduq. İndi burada baxıram nəyə? Bu paralelogramın özü idi. Bu sarı ilə göstərdiyim paralelogramın özü idi uşaqlar. Bu paralelogramın özünün perimetri nəyə bərabərdir? 2 dənə x plus 2 dənə y. İndi xarici oblastında qurulmuşların perimetrlərinə gəldikdə isə və bu xarici oblastda qurulmuş bir romb budur. Eyni rombdan biri də burada var. Bunların perimetrlərinə verəcək sənə. 4x-ə. Soldakının bəli 4x bu tayı verir. 4x də bu tayı verir. Bir yerdə bizə verdi nə? 8x. Sonra Plus 8y. bunlara baxırıq, görürsünüzmü? Bunlar da eyni fiqurlardır. Tərəflərin hamısı y ilə bağlıdır da. Bəli, olacaq orada da 8y.
Yazıram bunun içərisində perimetr olaraq 8y, buna da yazıram 8y. Onda daha doğrusu 4y, 4y. Alınacaq burada da nə? 8y. Düzdürmü? Bu yazdım. Bu artıq nə oldu? Bunun xarici oblastının əmələ gətirdiyi fiqurun perimetri oldu. Nə oldu bu? P bərabər. Xarici oblastın əmələ gətirdiyi fiqurların perimetrləri cəmi. Fiqurların perimetrləri cəmi. Aydın oldu mu? Tamam. Bundan işimiz bitdi. Gəlirəm indi diaqonalla tərəf arasında əlaqəyə. Diaqonal və tərəf arasında əlaqə. Diaqonalla tərəf arasında əlaqə necə olacaq? Birinci növbədə gəlin, paralelogramı çəkim. Bunun diaqonallarını çəkdik. Tərəfləri adlandıram əvvəlcə. Buraya yazıram A, burada yazıram A, buraya yazıram B, burada yazıram B. İndi bunun diaqonallarını çəkək. Bu birinci diaqonaldır. Buna deyirəm D1. İndi digərini çəkək. Bu da olsun ikinci diaqonal. Buna da deyək ki, D2. Bunu çəkdik. İndi belə bir qayda var ki, paralelogramın diaqonallarının kvadratlarının cəmi tərəflərin kvadratları cəminə bərabərdir. Yəni, mən buradan yaza bilərəm ki, qayda şəklində diaqonal 1, yəni D1-in kvadratı üzərinə gəl, diaqonal 2, D2-nin kvadratı bərabərdir. A kvadratı, A kvadratı oldu 2A kvadratı. Üzərinə gəl, yenə burada B kvadratı, B kvadratı olacaq nə? 2B-nin kvadratı. Bu artıq nə oldu? Tərəflə diaqonalın əlaqə düsturu. Tərəflə diaqonal əlaqə düsturu. Buna aid misal da necə yaza bilərik? Məsələn, nisbətlərlə verir əslində bunu. Bəlkə toplunun özündəki misalı yazaq elə. Yəni, gözləyin. Deməli, buradan sual 16-ya baxaq. İndi izah elədiyim qaydanın əlaqəsi olan sual, bax, bu 16-cı sualdır. İndi gəlin bunu izah edeyim sizə. Necə yazmaq lazımdır, necə yanaşmaq lazımdır sualı məlumatınız olsun. Birinci növbədə mən nə edəcəm? Gəlin lövhə açım yazmağa. Variantları silirəm, lazım deyil mən onsuz da. Paralelogramın qiymətləri üzərinə gətirək, yerinə yazaq. Nə yazılıb bura? Yazılıb ki, AC bərabərdir 2AD-yə. Bunun əmsalı 1-dir. Buradan görürəm ki, AC 2-yə bərabərdir. Yazıram onda AC bərabər 2x-ə. Sonra AD də bərabərdir. Bu tərəfdən görürəm nəyə bərabərdir? 1-ə, yəni 1x-ə. Gətirirəm üzərində yazıram. AD 1x-ə bərabərdir. AC ümumiyyətlə buradan bura 2x-ə bərabərdir. Bunun üzərinə yazıram 2x. Bundan işim bitdi. Keçirəm digər tayına. Bu bərabərliyə. Bunu əvvəlcə 2-ni çarpaz bura vururam. Olur 2AB bərabərdir 3BD. İndi buradan AB-nin qiymətini götürəcəm mən 3Y. Nisbətlər fərqli deyə fərqli hərflər götürmək lazımdır. BD-nin qiymətini götürəcəm 2Y. BD bərabərdir 2Y-ə. Gətirək qiymətləri üzərində yerinə yazaq. AB-ni yerinə yazıram 3Y. BD diaqonalına da yazıram mən buradan 2Y. Bizim qayda nə idi? Diaqonalın kvadratı, üzərinə gəl diaqonalın kvadratı bərabərdir tərəflərin kvadratlarının cəmi. Yəni, diaqonal 1, 2x-dir. Yazıram 2x-in kvadratı. Üzərinə gəl, diaqonal 2, 2y-dir. Yazıram 2y-in kvadratı. Bərabərdir, 2 vurulsun. Birinci tərəf 2y, 3y-dir. Yazıram 3y-in kvadratı. Üzərinə gəl, 2 vurulsun. İkinci tərəfimiz burada x-dir. Yazıram x-in kvadratı. Buradan yazıram o zaman 4x-in kvadratı. Üzərinə gəl, 4y-in kvadratı. Bərabərdir. Bu üçün kvadrat 9 ildir. Qabaqda 2 var. Buranda olacaq burada 18y-in kvadratı. Və üzərinə gəlir 2x-in kvadratına. Burada nə edəcəm? 4x kvadratından 2x kvadratını çıxanda qaldı 2x-in kvadratı. 18-dən də 4 çıxanda qaldı burada 14y-in kvadratı.
Hamısı 2-yə bölünür. 2-yə bölünəndən sonra burada alınacaq x-in kvadratı bərabərdir 7y-in kvadratı. Kvadratları itirmək üçün kök altına salıram. Alacam onda x bərabərdir kök altında 7y. Bunu tapdıq. Bizdən nə soruşur sonluqda ona baxıram. AD böl AB. AD böl AB. AD-nin qiyməti şəklin üstündən görürəm ki, x-ə bərabərdir. AB-nin qiyməti isə 3y-ə bərabərdir. Bunu yazdım. X-ə nə tapmışıq? Bax bunu. Gətirib burada yerinə yazıram. Kökdə 7y, aşağıda isə 3y. Y-lər gedəcəklər, cavab qalacaq o zaman. Kök altında 7 bölünsün 3. Aydın oldu mu? Evet. Baxın B variantı. Bəli. Uy. Hı. Y kökdə 4 müəllim bə. Aşağıda. Burada kvadrat var axı. Mən bunu kökə salsam kökdən çıxır axı bu bəxtiyar. Ha, bildim mən o kök altı kimi yazdım ona müəllim. Yox, kökdən çıxacaq o. Sonra başqa dediyim nə var idi orada? Paralelogramın bunları biləcəksiniz. Nə qədər tapışıq var burada? Dəmi 38 dənə tapışırıqdır. Rahat yazacaqsınız. Çətin bir şey yoxdur burada. Adi suallar, cəmi 180, başqa baxım temalardan heç nə yoxdur. Bir dənə qaldı oxşarlıq, onu yazaq bura. Deməli, sonluq olaraq da yazıram paralelogramda oxşarlıq. Dəqiqə. Uşaqlar, paralelogramda oxşarlıq deyəndə nə edəcək? Birinci növbədə paralelogramı çəkirəm. 2 dənə şəkil olacaq burada. Əsas qarşımıza çıxa biləcək elə ki, paralelogramdır. Bunun gətirirlər də belə eləyirlər. Bir dənə diaqonalını çəkirlər. Buradan beləsinə. Bir dənə də buradan bura bir xətt çəkirlər. O tənbölən median falan söhbət, median ümumiyyətlə bura aid deyil də. Tənbölən söhbəti bunda yoxdur. Bu hissədə deyəm bu xəttin tənbölən olduğunu vermir. Sadəcə xəttlərdə parçalar çəkiliblər. Adlandırsaq A, B, C, D, Y, M. Belə fiqurlarda qum saatı görəcəksiniz. Və görürsünüz, bu yaşıl yer və bunun üstündəki bu yaşıl yer. Qum saatını buradan görmək mümkündür. Bunlar arasında oxşarlıq var. Biz burada oxşarlığı düzəldəcəyik. Hansı ki, bunun tutalım ki, M-dir bu hissəsi. Yəni, rəngi dəyişim qarışıq olmasın. Bura yazıram M, bura yazıram N, bura yazaq. Məsələn, bura yazıram N, bura yazaq N üstəgəl M. Yəni, necə olduğu görünsün deyə yazıram bunları. Sonra tutalım ki, bu hissə A-dır, bura B-dir, bura X-dir, bura Y-dir, bura nə bilim Z-dir, burada bir P yazıram. Bütün hərfləri doldururam ki, biz burada oxşarlığın hansı hərflər arasında olduğunu görək. Birinci növbədə mən burada 2 dənə üçbucağı işarələmişəm. Həmin üçbucaqların içərisindən oxşarlıq qurmalısınız. Baxıram, bax bu bucaqla, bu bucaq qarşılıqlı bucaqlardır. Bir-birlərinə bərabərdirlər. Onda bucaqların qabaqlarındakı bir-birinə nisbətini götürməliyəm. Və deməli, bunun qabağında nə var? M var. Düzdür? Mən bu M-i götürməliyəm. Aşağıda isə həmin bucağın qabağında N üstəgəl M var. Bunların bir-birinə nisbətini götürməliyəm. Yəni, onda mən yazaram ki, burada M-in nisbəti N üstəgəl M-ə bərabərdir. Eyni xəttin üzərində yuxarıya qayıdıram. X-in nisbəti Y-ə. Bu birinci oxşarlıq. Və yaxud da eyni şəkildə M-in nisbəti N üstəgəl M-ə bərabər. Digər tərəfdən A ilə B gəlir. A-nın nisbəti B-yə. Bu oldu bizim oxşarlığımız. Yadda saxlayın ki, birinci nisbəti hardan götürmüşəmsə, qayıdıb oradan götürməliyəm. Tərsinə götürmək olmaz. Məsələn, birinci buradan X-i götürmüşəm, buradan Y-i. Qayıdıram buradan B-ni götürüb buradan A-nı götürə bilməzsən. Niyə? Çünki qayıtmalısan başa. X-i Y götürmüsənsə, qayıtmalısan o birisi bucağa. Yenə təzədən A ilə B-ni götürməlisən. Bildinizmi? Bəli. Bəli. Bir də üçbucağın bu oxşarlığı, daha doğrusu bu paralelogramın oxşarlığının fiqurun çöldə olan hal da var. Çöldə alınan versiyası. İndi onu göstərim sizə. Bir-birinə oxşadırsan, onu bilirəm. Bir də bu xətti qaldırırlar yuxarıya. O da gəlir bura. Gördünmü? Belə bir fiqurdur. Adlandıraq bunu.
A, B, C, D, Y. Bu da olsun F nöqtəsi. İndi qum saatını görürəm mən harda? Bax, kəpənək oxşayan yerdə elə bil. Burayla buranın arasında. Deməli, oxşarlıq bunlar arasında qurulacaq. Bunu da adlandırsaq, bura M, bura N, bura yazıram A, bura yazıram B, bura yazıram C, bura yazıram D. Oxşarlıq qurmağa nə var? Bu qara bucaqla bu qara bucaq bir-birinə bərabərdir. Mən bunların qarşılarına başlamaq lazımdır. Başlayaq bu çöldəkindən. N-in nisbəti, bunun qabağında gəldim M-ə, bərabərdir. Bu qara bucaqda burada var B, o birində var A. B-nin A-ya nisbəti və yaxud da buna bərabər eləyə bilərəm mən yuxarıdan C-ni, qabağında D var. C-nin D-yə nisbətinə. Bu da olur bizim digər oxşarlığımız. Başa düşdünüzmü? Bəli. Bəli. Bu da belə. Bəli.